10 illərlə üzərində çalışılıb hər dəfəsində, hər ildə yeni innovasiya olunan və özü də icad olunandan sonra 3 dəfə yenilənən cihazdır qarşınızda duran cihaz. FOHOV Yanşen Elmi Tədqiqat Mərkəzinin professorlarının, akademiklərinin yarattığı cihazdır qarşınızda duran cihaz. Yəni bunu yaradan insanlardan biri Cənab Tan Yuji'dir. Tan Yuji'ni araştıran olsa görəcəklər ki, Tan Yuji böyük dövlətlərin başçılarının həkim məsləhətçisi olub. Tan Yuji'nin yarattığı və onun komandasının yarattığı cihazdır bioenerji masajör. Təbii ki, onun da gördüyü bir çoxlar işlər var. Bioenerji masajör çox gözəl onurğada iş görür. Məsəl üçün, onurğa əyriliklərindən tutmuş, bu skalyozdur, kifozdur, lordozdur, sonra müxtəlif siyatik ağrılar, sinir sistemi ağrılarından, spondilozdan, çin ağrısından, ayaqlarda qan dövranının zəif olduğundan yaranan ağrılar, qıc olmalar, osteoxondrozlar, sonra yırtıqlar, fəqərarası yırtıqlar, sürüşmələr, yəni protruziyalar, varikoz genişlənməsi, damar genişlənməsi, damar keçməməzliyi, ümumiyyətlə ürək damar sistemində xolesterinin çoxluğu, ürəkdə aritmiya, mədə bağırsaq pozğunluqlarında, qida, yəni həzm sisteminin pozğunluqlarında, qaraciyər piylənməsində, insanın özünün piylənməsində həddindən artıq, şəkərli diabetdə, xüsusilə şəkərli diabetdə, yəni möhtəşəm nəticə verən cihazdır. Ondan başqa təzyiqi olan insanlar istifadə edib nəticəsini görəcəklər. Təzyiqli olmaz bu arada. Təzyiqi salandan sonra bir müddət əli ayağı işləyərək başlayırıq onda işləməyə. Ondan başqa yəni müxtəlif spektr, bəlkə də bu hal-hazırda ən vacib olanı unudurdum, sinir sistemi problemləri. Məsəl üçün, serebral iflicdə alınan nəticə möhtəşəmdir. Yəni, sonra digər sinir ağrıları, nevrozlarda, apatiyalarda, depressiyada, şok vəziyyətində, epilepsiyanı eləmirik bu arada. Kosmetik iş görür. Məsəl üçün, bunun ultrases başlığıyla möhtəşəm üz dərinin, qırışlarının aradan qalxmasında, lifting effektdə, botoks effekti yaratmaqda, qarın nahiyəsinə masaj edirsən, kosmetik nəticə alma olur, arıqlama, yəni onsuz da maddələr mübadiləsinin pozğunluğun aradan qaldırdığı üçün, yəni maddələr mübadiləsi normallaşdığı üçün onsuz da arıqlama prosesi gedir. Üstəgəl biraz da kosmetik iş görür, yəni bədəni yığmaq qabiliyyətinə malikdir. Ginekoloji problemlərdə, prostat problemlərində, kişilərdə, ondan sonra cinsi zəiflik, cinsi istəksizlikdə, nöqtələrə, nahiyələrə masaj eləməklə müxtəlif nəticələr. Yəni, saymaqla bitməz ki, bu FOHOV bioenerji masaj cihazından, yəni üstünlüklərindən. Böyük, o qədər ciddi nəticələri var ki, bioenerji masajörün. O qədər ciddi, amma bioenerji masajörü istifadə edən gözəl bizim xanımlarımıza, gözəl dostlarımıza bir dənə məsləhətim var. Əsla və əsla tək istifadə eləməyin, nəticə görməyəcəksiniz. Bioenerji masajörü bizim FOHOV-un məhsulları ilə bir yerdə istifadə edəndə nəticə daha mükəmməl olur. Yəni, bunu bizim insanlarımız unudur. Mən hətta bir neçə dənə adam görmüşəm ki, məhz bioenerji masajörü məhsulsuz istifadə ediblər, nəticə sıfır. Nəticə sıfır, belə əllərini yelləyiblər kənara ki, bəs nə oldu, niyə nəticə olmadı? Təbii ki, nəticə olmayacaq. Sən bioenerji masajörü istifadə edirsən,
amma məhsul istifadə eləmirsən. Bu bilirsiniz nəyə bənzəyir? Bioenergomasajorun əsas gördüyü işlərdən biri qan dövranını yaxşılaşdırmaqdır. Yəni qan dövranının yaxşılaşması qidalı maddələrin orqanlara, toxumalara, hüceyrələrə gedib normal və normadan daha sürətli çatması deməkdir. Əslində bizim işimizi, bədənimizdə işimizi orqanlarımızı qidalandıraraq daha yaxşı görə bilirik də. Yəni bədənin bərpa hissəsi orqanların qidalanması ilə olur. Amma biz orqanlarımızı tək masajla qidalandıra bilmirik. Orqanlarımızı qidalandırmaqdan ötürü mütləq şəkildə qidalı məhsullar qəbul etmək lazımdır. Bax, bunu insanlarımız unudur. İnsanlarımız unutduğu üçün nəticə falan da yoxdur. Bir insanı təsəvvür edin ki, yaş 60-dır. Bu arada çox vacib nöqtəni demədim. Oynaq problemlərini. Baxın, oradan sual verə bilərdiniz. Bioenergomasajorun oynaq problemlərində çox möhtəşəm iş görür. Onu demədiniz. Yaddan çıxır. Yox, spektr böyükdə hamısını deyə bilmirsən. Gərək bir gözün qabağına orqanları gətirib onlar barəsində. Məsəl üçün, asma bronkitdə demədik. Asmada nə təsir edir, onu demədik. Düzdür? Amma asmada da təsir edir. Baxın, belə deyək də, əsas oynağa, məsəl üçün, oynaq sümük əzələ sistemində problem var. Sümük əzələ sistemindəki problemi aradan qaldırmaqdan ötürü birinci iltihabı götürmək lazımdır. İltihab varsa, onun ağrını götürmək lazımdır. İkinci, o oynaqları qidalandırmaq lazımdır. Tutaq ki, düzdür. Ağrını götürdük. Bioenergomasajorla ağrını götürməyə başladıq. İltihabı nə ilə sovururuq? İltihabı sovurmaqdan ötürü isə bizim hər hansı bir dərman və yaxud da ki, məhsul istifadə eləməyimiz lazımdır. Düzdürmü? Onu etmirik. Təzədən qanı qovduq. Adamın yaşı 55-in üstündədir. Bədənində demək olar ki, heç bir mineral, heç bir vitamin yoxdur artıq. Qanı qovmağın nə xeyri var ki? Kimsə mənə izah edə bilər bu barədə. Yəni, boşu-boşuna qanı qovursan, qan ora gedir, bura gedir. Qanın tərkibində heç bir qidalı maddə yoxdur, oynaq qidalanmır. Bəli. Yəni, orqan qidalanmır. Onu necə bərpa edə bilərsən? Bu sadəcə olaraq qanı qovur. Meridian kanallarını açır. Amma sən qidalandırmırsan orqanı. Hansı nəticədən söz gedə bilər ki? Sən yalnız masaj edə bilərsən. Onlar artıqını da əldə edə bilmərsən. Bu mütləq şəkildə anlasınlar insanlarımız. Təbii ki. Hər şey paralel şəkildə getməlidir də. Sən yalnız masaj, əllə də masaj edə bilərsən, bununla da edə bilərsən. Heç bir nəticə zaten masaj edərək görməyəcəksən. Sadəcə olaraq masaj edəcəksən. Əzələ ağrılarını, xırda əzələ ağrılarını, onurğa ağrılarını götürəcəksən bundan. Vəssalam. Amma bərpa işində istifadə etmək istəyirsənsə, orqanizmin xroniki problemlərini aradan qaldırmaq istəyirsənsə, mütləq şəkildə paralel müalicə olmalıdır. Cihaz plus bizim məhsullarımız. Məhsulları da verəndə yaddan çıxartmamaq lazımdır. İnsanlarımız çox tez unudur. Məhsullar necə verilir? Tənzimləmə, təmizləmə və bərpa. Bəli, bəli. Ancaq bu şəkildə nəticə ala bilərsiniz.